Salam əziz izləyicilər. Mən Gülnar, Azərbaycan dili müəllimiyəm. Bugünkü videomuzda K hərfinin tələffüz qaydalarından danışacağıq. Nə vaxt hansı səsi ifadə edəcəyini öyrənəcəyik. K hərfinin tələffüz qaydalarından. K hərfi 5 səsi ifadə edəcək. Özünü, yəni K-nı, K-nı, cingiltili qarşılığı olan G səsini, Y və X səsini ifadə edəcək. Deməli, məsələn, G-nın tələffüzünü G 4 səsi ifadə edirdi, K isə 5 səsi ifadə edəcək. Sözün əvvəlində gəldiyi zaman, məsələn, kələm, kök, kukla, həm K səsini, həm də K səsini ifadə edə bilər. Təbii ki, siz bunu özünüz asanlıqla müəyyən edəcəksiniz. Çünki siz kələm sözünə kələm demirsiniz və yaxud da kukla sözünə kukla demirsiniz. Transkripsiyanın içərisində yazdığımız zaman da kələm bu cür yazırıq. Kuklada isə K-nın üstündə bu ştrixi qoymağı unutmuruq. Əgər biz o ştrixi qoymasaq, onda transkripsiyamız, tələffüzümüz, deyilişimiz tamamilə səhv gedəcək. Yəni mütləq bu cür yazmalıyıq. Əks təqdirdə, yəni bu ştrixi qoymasanız kukla demiş olacaqsınız. Deməli siz kukla deyirsiniz. Ona görə də ştrix qoyuruq ki, onun K olduğunu bəlli eləyək. Kukla. Sözün əvvəlində həm K kimi, həm K kimi tələffüz oluna bilər. K ortada da gələ bilər. Məsələn, kukla sözündə gördüyünüz kimi K səsi sözün ortasında gəlmişdir. Bunları fərqləndirmək çox rahat məsələdir sizin üçün. İndi keçək sözün ortasında 2 K yanaşı gəldiyində necə tələffüz olunacaq? Sözün ortasında 2 K samiti yanaşı gəldiyi zaman, bu zaman onun ikincisi öz cingiltili qarşılığı olan G-yə çevrilir. Məsələn, çox rahat bir nümunə üzərindən izah eləyək. 8 yazırıq, tələffüz eləyirik 8. Yəni, qoşa K-dan ikincisi öz cingiltili qarşılığına çevrilmiş oldu. Bundan əlavə olaraq, əgər 2 K samit yanaşı gələrsə, onlardan ikincisi K olarsa, yenə də K G-yə çevriləcək öz cingiltili qarşılığına. Məsələn, bit ki, burada görürsünüz T və K, 2 dənə K samiti yanaşı gəlib. İkincisi, yəni K öz cingiltili qarşılığı olan G-yə çevrilir. Deyirəm, bit G. Bitki. İtki yazıram, itki deyirəm. Seçki yazıram, seçki deyirəm. 2 K samiti yanaşı gəldikdə onlardan ikincisi K olduqda öz cingiltili qarşılığı olan G-yə çevrilir. Başqa bir halda var. K sözünün ortasında gəldikdə fərqli tələffüz oluna biləcəyi bir haldır. İncə sahibdən sonra gəlib, özündən sonra samit gəldiyi halda, məsələn, tam ki, məktub, bəkməz, məktəb və s. Görürsünüzmü? İncə sahibdir. İncə sahibdə özündən sonra da K-dan sonra da baxın samit gəlib. T gəlib, samit gəlib, M gəlib. Belə olduğu halda K İx kimi tələffüz olunacaq. Deməli, bu səs bilirsinizmi? Sanki yumşaq Y səsidir. Yəni, İ-H-nın birləşməsi kimi, Y-H-nın birləşməsi kimi bir səsi ifadə edir. Yəni, bu X deyil. K, X kimi tələffüz olunmur. Baxın, bu X deyil də, üstündə ştrixini də qoymuşuq fərqləndirmək üçün. Bu, yumşaq Y səsidir. Bax, bu sözlərdə o cür tələffüz olunacaq. İndi siz deyə bilərsiniz ki, müəllim, biz belə tələffüz eləmirik axı, biz elə məktub deyirik, bəkməz deyirik. Yəni, dilimizin qaydası budur. Əslində, bu cür tələffüz eləmək. Yəqin ki, çoxluq bu cür tələffüz eləyir ki, biz bunu qayda kimi belə qəbul eləmişik. Yoxsa özlərinə bir şey qəbul eləməzlər ki, hər halda, əgər bilmirdinizsə, bu cür götürün. Çünki testlərə, imtahanlara bu cür düşür. İndi onsuz da qaydanı tam izah elədikdən sonra yeni çıxan toplumumuzdan, yəni 2025-ci ilin toplusunun sual izahlarına da baxacağıq. Yəni, bu zaman tələffüzümüz K kimi qalmır, dəyişir. Sözün ortasında K-nın tələffüz qaydalarını bildik, G-yə çevrilə bilirdi, X səsi kimi tələffüz oluna bilirdi.
Yəni x üstü ştrix. İndi keçirik sözün sonunda gəldikdə nə zaman, necə tələffüz olunacaq. Bu hissələri silirəm. Deməli, milli mənşəli çox hecalı sözlərdə sözün sonunda k hərfi gəldikdə, ondan sonra heç nə gəlməsə, yəni boşluq olsa, boş qalsa və yaxud da ondan sonra samitlə başlayan söz və yaxud da şəkilçi gələrsə, bu zaman k x üstü ştrixə, yəni ixə çevriləcək. Məsələn, bir nümunə götürək. Çörək. Bu söz tək olduqda, yəni özündən sonra heç nə gəlmədiyində, baxın boş olduqda çörək belə deyəcəksiniz. Və yaxud da özündən sonra samitlə başlayan söz gəldikdə zavod, yəni də eyni cür çörək zavodu o cür tələffüz eləyəcəksiniz. Yazıram bura. Belə. Və yaxud da samitlə başlayan şəkilçi əlavə eləyək. Görürsünüz? Yenə də dəyişdi. X üstü ştrixə x səsinə çevrildi. Çörəkdə bu cür olacaqdır. Yaxşı, bəs saat gəlsin necə olacaq? Saat gəlsin necə tələffüz olunacaq? Saat gəldiyi zaman isə sildim. Əlim dəydi, silindi. Yox, elə silək. Saatlə başlayan bir şey yazaq bura. Deməli, bunu saat eləyək. Saatlə başlayan söz və yaxud da şəkilçi gələndə y kimi tələffüz olunacaq. Məsələn, elə çörək sözünü götürək. Çörək ətri olacaq. Çörək ətri. Və yaxud da saatla başlayan şəkilçi əlavə etdiyiniz zaman elə yazılışda da y-yə çevriləcək. Məsələn, çörəyin. Deməli, saatla başlayan söz əlavə elədiyimiz zaman tələffüzdə y-yə çevrilir. Saatla başlayan şəkilçi əlavə elədiyimiz zaman yazılışda da həmçinin y-yə çevriləcək. Bu milli mənşəli sözlərimizə, milli mənşəli çox hecalı sözlərimizə aid olan qaydamız idi. Bəs allama mənşəli çox hecalı sözlərdə necə olacaq? Heç bir dəyişiklik olmayacaq. İstəyir özündən sonra saatlə başlayan nəsə gəlsin, söz gəlsin, ya saatlə başlayan şəkilçi gəlsin. İstəyir özündən sonra samitlə başlayan söz və yaxud da şəkilçi gəlsin, fərq eləmir. Elə kök kimi də qalacaq. Gəlin nümunələrə baxaq. Məsələn, bunları silim mən. Nümunə yazaq idrak sözünü məsəl üçün. İdrak, iştirak, malik, babək və sair və ilaxır. Bu sözləri gəlin şəkilçi ala bilir. Məsələn, babəkin, idrakın, iştirakın, malikin, malikə. Görürsünüzmü? Y-yə çevrilmir də. Milli mənşəlidə sayət artanda y-yə çevrilir də. Bunlar da y-yə çevrilmədi. Bunları ix kimi tələffüz eləyə bilmirəm mən. İdrak, idray, idrax demək olmur. Heç cür uyğun gəlmir. İdrak, elə necə var, elə deməyimiz daha xoş səslənir. Azərbaycan dilinin olmazsa olmazı nədir? İstisnalarıdır. Bəli, elə sözlər var ki, yəni qaydadan kənara çıxan bəzi sözlərimiz var ki, bu sözlərdə alınma sözlərdir özləri. Amma milli mənşəli sözlər kimi tələffüz olunacaq. Yəni özündən sonra heç nə gəlməsə, ix kimi, özündən sonra saitlə başlanan söz və yaxud da şəkilçi gələrsə, y kimi tələffüz olunacaq. O sözlərimiz hansı sözlər idi? Mələk, fələk, xörək, dəstək, müştük sözlərdir ki, bu sözlər alınma olsalar da milli mənşəli sözlərimiz kimi tələffüz olunacaqlar. Yerdə qalanlar da ki, alınmalar necə var elə qalır da, nümunələrlə göstərdik.
İndi isə keçdik tək hecalı sözlərimizə. Tək hecalı sözlərdə heç bir dəyişiklik olmayacaq. Milli mənşəlilərdə elə k kimi də qalacaq. Məsələn, elə tək sözün özünü götürək, yük sözü. Bunlar elə tək, yük kimi tələffüz olunur. Bəzən uşaqlar hansı məqamda səhv eləyirlər? Məsələn, verir yüklü sözünü. Şagird götürür bunu belə eləyir. Bunu ixə çevirir, yüklü. Bu cür. Uyğun gəlmir axı. Bu ilə gəlin bunu qırmızı ilə göstərək. Bu Q kimi tələffüz olunmalıdır. Yüklü. Ay yüklü falan deməyəcəksiniz. Yüklü deyəcəksiniz. Ya da təklik sözünü orada K-nı dəyişməyəcəksiniz. Təklik necə var elə deyəcəksiniz. Yəni tək hecalı sözlərdə dəyişiklik olmayacaq. Alınma tək hecalılarda da tank, bank, çek, yəni K kimi tələffüz olacaq. Bu da söz sonundakı K-nın tələffüzü idi. Və beləcə videomuzun sonuna gəldik. Sözün əvvəlində, ortasında və sonunda K hərfinin necə tələffüz olunduğunu öyrəndik. Əgər video sizin üçün faydalı oldusa, kanalımıza abunə olmağı, videonu bəyənməyi və şərh yazmağı unutmayın.